Diqqətli izləyicilərimiz xatırlayırlar ki, biz elə zaman-zaman bu barədə danışırdıq ki, Rusiyanın hazırki rəhbərliyi İlham Əliyevin müttəfiqi olan Putin hakimiyyəti məhz imperiya qurmaq istəyir. Bir adam ki, belə deyək, çəkinmədən açıq-aşkar deyirsə ki, SSR-nin dağılması 20-ci əsrin əsas fəlakəti olub, deməli, fürsət düşən kimi onu bərpa eləmək haqqında da fikirləşər. Biz bunu Ukrayna şəhərləri işğal olunan zaman görürdük. SSR bayraqları ilə işğal edirdilər Ukrayna şəhərlərini. Hələ bu yaxınlarda, indi çox ciddi münasibət olmadı. Keçmiş o part nomenklaturanın adamları İmişlidə deməli Georgi lenti ilə və Sovet SSR bayraqları ilə 9 may qeyd edirdilər. Öz ağıllarının məhsulu idi. Ciddi araşdıran olmadı. Çünki qohum rejimdilər axı. Əslində özləri də elə Rusiyanın 5-ci kolondular. Ona görə araşdırmadılar. Araşdırsaydılar orada mütləq həmin Moskvanın izi çıxacaqdı ortalığa. Deməli, Rusiya bu ambisiyasından heç vaxt vaz keçmir. Və mən bunu dönə-dönə sizin efirinizdə demişəm ki, Rusiya-Ukrayna savaşı sadəcə torpaq uğrunda gedən, Donbasın, hansısa bir ərazilərin işğal edilməsi uğruna gedən mübarizə deyil. Əslində söhbət Putin hakimiyyətinin SSR-ni başqa ad altında bərpası uğrunda bir savaşdan gedir. Və indi artıq nədən belə ruhlandılar? ABŞ-ın yeni administrasiyası Rusiya ilə açıq qarşıdurmadan imtina edib və bundan cürət alıblar. Açıq şəkildə deyirlər ki, artıq SSR-i Putinin yaxın adamları bunu iddia edirlər ki, qanuni yollarla ləğv edilmir. Onu qanunsuz olaraq buraxıblar, ləğv ediblər. Yəni hüquqi cəhətdən belə də deyirlər. De jure o mövcuddur. Yəni gedib sən həmin əraziləri işğal edib orada SSR bayrağını qoysan, olacaq qanunsuzluğun bərpa edilməsi. Bu birbaşa bizə ərazi iddiasıdır. Birbaşa bizim və bütün postsovet ölkələrinin müstəqilliyinin təhdid edilməsi deməkdir. Və biz bunu başa düşməliyik ki, bu belə sözdə təhdid deyil. Bizim gözümüzün qabağında bütün keçmiş Sovet respublikalarının ən qüdrətlisi, ən güclüsü olan Ukraynanı hal-hazırda işğal edən bir ordunun rəhbərliyi deyir bunu. Deməli, əgər onlar durdurulmasa, Azərbaycanla bağlı, bütövlükdə Cənubi Qafqaz, Orta Asiya, bütün keçmiş Sovet respublikaları ilə bağlı belə bir iddiaya düşə bilərlər Rusiyanın rəhbərliyi. Ona görə də biz bunu bilməliyik. Və sizin dediyiniz digər məsələ də çox önəmlidir. Lavrovun Ermənistan səfəri zamanı səsləndirdiyi fikirlər. Nə deyir Lavrov? Bizim üçün yeni xəbər deyil əslində. Amma çox təəssüf ki, bizim xalqımızın bütün təbəqələri sanki eşitmir bunu. Lavrov açıq deyir ki, bizə qalsaydı, yəni Rusiyaya qalsaydı, Qarabağ məsələsinin həll olunması gələcək nəsillərə qalacaq. Açıq deyir ki, biz 5 rayonun azad edilməsi ilə bu işi bitirəcəkdik. Hətta demək, Laçın və Kəlbəcər də sonraki mərhələyə qalacaqdı. Qarabağ isə ümumiyyətlə daha uzaq gələcək nəsillərə qalacaqdı. Və əslində də belə idi. 2020-ci ildə, noyabr ayında atəşkəs razılaşması olandan sonra, o Rusiya qoşunları gələndən sonra nə dedilər? O barədə biz danışmırıq, o qaldı gələcək nəsillərə. Əgər sonradan Rusiya yıpranmasaydı, ən əsası Avropa Birliyi toparlanıb, baxın, həmin o bugün indi haqqında danışdığımız Avropa Siyasi Birliyinin Praqadakı toplantısında 2022-ci ildə Ermənistan məcbur edilməsəydi ki, Azərbaycanın ərazi bütövlüyünü tanımalısan, bəlkə də indiyə qədər də hələ bu münaqişə davam edirdi. Hələ Rusiyanın şansı olacaqdı, biraz da 3-cü bir savaşa da bizi aparıb çıxarsın. Deməli, biz bu Rusiyadan gələn təhlükəni yaxşı bilməliyik və Rusiyanın kölgəsində yatanları yaxşı tanımalıyıq. Və bizi Rusiya ilə müttəfiq eləyənləri, öz kürsüsü naminə Rusiyanı Azərbaycana müttəfiq seçənləri yaxşı tanımalıyıq. Və onların Azərbaycanın dövlətçiliyinə təhlükə olduğunun fərqində olmalıyıq. Bəli, bugün bütün keçmiş Sovet respublikalarının, o cümlədən Azərbaycanın da talihi Ukrayna savaşında müəyyənləşir. Əgər oradan Rusiya birdən qalib çıxa bilsəydi, ümid edirəm ki, inşallah çıxmaz, amma birdən qalib çıxa bilsəydi, o zaman bizim hamımızın müstəqilliyimizə üzərində böyük bir təhlükə olacaqdı. Həmin o güclənmiş imperiya Rusiyası Cənubi Qafqazı da, Orta Asiyanı da yenidən öz caynaqlarına ala bilərdi. Ona görə də biz bilməliyik bunu və Azərbaycanın hakimiyyətinin Rusiyanın müttəfiqi olmasının ölkə üçün yaratdığı təhlükələri unutmamalıyıq. İndi aralarında müəyyən bir soyuqluq var. Gərginlik yox, balaca bir soyuqluq.
Bir balaca jestlə sabahları təzədən İlham Əliyevlə Putin əvvəlki kimi müttəfiqliklərini bərpa edə bilərlər. Xırda bir jest lazımdır. Sadəcə söz ağızdan çıxıb, gərək İlham Əliyev pərt olmasın. 2-3 nəfər orada deməli adam tapıb qurban versələr ki, yaxşı, sizin tələbinizi yerinə yetirdik. Bu təyyarəni vuran adamları həbs elədik. Bir-iki kompensasiya xarakterli etiraflar eləsələr, yenə də ideoloji baxımdan eyni dünya görüşünün daşıyıcısı olan bu iki rejim olacaq müttəfiq. Və onda təsəvvür edin bizim üçün hansı təhlükələr, hansı real təhlükələr söhbət gedir. Baxın, İlham Əliyevin şəxsən Rusiya-Ukrayna savaşının imzalanmasından 2 gün öncə Moskvada imzaladığı həmin o bəyannaməyə görə hətta Rusiya ordusunun Azərbaycana qayıdışı üçün hüquqi mexanizm yaradılır. Təsəvvür edirsiniz? İndi deməli bunu eləyən adamlar özlərini az qala dövlət müstəqilliyinin yeganə müdafiəçisi kimi təqdim edirlər. Bu dövlətin qurulmasına, milli istiqlalına müəlliflik etmiş təşkilatın başına oyun açırlar. Ona görə də biz bilməliyik ki, bəli, bugün hələ də Kreml təhlükəsi var. Hələ də Rusiya təhlükəsi var. Və oradan qorunmanın 2 yolu var. Xalqın qolundakı qandalları asacaqsan, demokratik islahatlara imkan verəcəksən və Avropaya inteqrasiyanın önünü açacaqsan. Azərbaycanın tək başına bu nəhəng imperiya maşının qarşısında dayanması çox çətin olar. Ona görə də ümid eləyək ki, Rusiya bu savaşdan məğlub edilib çıxacaq, amma istənilən halda Azərbaycan Avro inteqrasiya istiqamətində mütləq addımlar atmalıdır, özünün gələcək təhlükəsizliyi üçün əlavə təminatlar yaratmalıdır və bir gün də unutmamalıyıq ki, bizim üçün də təhlükə var. Mən bəzən açığı şoka düşürəm. Bizim xalqımızın belə arxayınlıq içində olması, Rusiya təhlükəsini küçümsəməsini başa düşmək çox çətindir. Polşa kimi NATO üzvü olan ölkə ümumi daxili məhsulunun 5%-ni xərcləyir orduya, yaxın 5 ildə 2 dəfə ordusunu gücləndirəcək ki, mənə təhlükə var. Almaniya kimi bir ölkə gidib Rusiya Almaniyanı işğal edəndir. Amma Almaniya kimi ölkə narahatdır. Biraz əvvəl dedim, 3 ilin ərzində hərbi büdcəsini 80% artırıb. Amma 3 dəfə artıracaq bir neçə ilin ərzində. Böyük Britaniya narahatdır, Fransa narahatdır. Amma Azərbaycan xalqı maşallah deməli hesab edir ki, bizə heç nə olmaz. Deməli, nə deməkdir bu? Biz bunun, bu təhlükənin fövqündə, biz bunun fərqində olmalıyıq. Bu təhlükə tamamilə real təhlükədir və bunu bilməliyik, çox aydın şəkildə bilməliyik. Azərbaycandakı tək adam hakimiyyəti bu təhlükəni 2 qat artıq edir. Baxın, bir var ki, demokratik institutların olsun, dövlət mexanizmlərinin olsun, parlamentin olsun, müstəqil şəkildə fəaliyyət göstərə bilən, yalnız qanunlara tabi olan, belə deyək, əzilməmiş ordun olsun, partiyaların olsun, demokratik cəmiyyətin olsun, azad mətbuatın olsun, sən dirənəsən imperiyanın qarşısında. Bir də var ki, bunların hamısı məhv edilir, bir nəfər qalır. O bir nəfərə təzyiq eləməyə nə var ki? O bir nəfər əlbəttə ki, bu saat özü istəməz, çünki Azərbaycanın müstəqilliyinə Rusiyanın əl qoyması, həm də onun sərvətlərinə əl qoymaq olacaq. Ona görə də istəməz. Mən bütün tənqidi münasibətimə baxmayaraq, hesab eləmirəm ki, İlham Əliyev istəyər ki, doğrudan da Rusiya imperiyası bərpa olunsun, Azərbaycanın da müstəqilliyinə və eləcə də sərvətlərinə əl qoyulsun. Amma onun istəməməsi böyük bir şey kəsb eləməz. Əgər ölkənin heç bir müqavimət imkanı olmayacaqsa və Rusiyanın tam nəzarətində olan bir region olacaqsa və buradakı bütün demokratik institutları da bitirəcəksə, o zaman tək qalacaq Rusiyanın qarşısında və hesablaşacaq. Ona görə də biz bilməliyik ki, bugün demokratikləşmə uğrunda mübarizə, avrointeqrasiya uğrunda mübarizə, həm də müstəqilliyi qorumaq uğrunda mübarizədir. Və Rusiyadan gələn son bəyanatlar sadəcə bu faktı təsdiq edir.